Bəzi insanlar yazırlar ki, qurban kiməsə işləyir. Pul aldı, ev aldı və s. Nəzərinizə çatdırırıq ki, qurban rejimdən kimlərəsə işləsəydi, Tərtər işinin üzərinə bu qədər getməzdi. Hansı ki, həmin işdə İlham Əliyev, Ramiz Mehdiyev, Əli Həsənov, Xanlar Vəliyev və digərləri öz əzalarını sizlərin və yaxınlarınızın burada qurbana şər atanlar nəzərdə tutulur. Xirtdəyinə diriyib prosesi başa çatdırmaq üzrəydilər. Hansı ki, prosesin başa çatması zamanı ifraz edilən maye sizlərin və yaxınlarınızın birbaşa boğulmasına səbəb ola bilərdi. Bu isə ölümlə nəticələnərdi. Qurban bu işin üzərinə o qədər getdi ki, İlham Əliyev, Ramiz Mehdiyev, Əli Həsənov, Xanlar Vəliyev və digərləri bu prosesi başa çatdırmadan əzalarını sizlərin və ya yaxınlarınızın xirtdəyindən çıxarmaq məcburiyyətində qaldılar. Bu isə nəfəs deməkdir. Nəfəs isə həyat deməkdir. Bu həyatınıza görə birbaşa qurban və onun başa çatdırdığı işlərdən biri olan Tərtər işinə borclusuz.